Salam əziz şagirdlər, bu videomuzda da sizə növbəti bir qəbul sualının izahını verəcəm. Sualın şərti belədir. Kosinus 4x çıxılsın 1 bölünsün kök altında sinüs x bərabərdir 0 tənliyini həll edin. Bilirik ki, kəsirin sıfıra bərabər olması üçün onun sürəti sıfıra bərabər olmalıdır. Bunun üçün əvvəlcə kosinus 4x çıxılsın 1 bərabərdir 0 yazırıq. Buradan kosinus 4x bərabərdir müsbət 1-ə və 4x bərabərdir deməli, xüsusi halda kosinus 1-i alır 2 pikada. Hər tərəfin 4-ə bölsə x bərabərdir. 2 pikanı 4-ə bölsə pika bölünsün 2 alınır və k daxildir tam ədədlər çoxluğuna z-ə. Pi bölü 2k 90-ın misilləridir. X bərabərdir. Dərəcə ilə yazsaq 90 dərəcə vurulsun k-ya. K da daxildir z-ə. İndi bizim tapdığımız köklərin tənliyi ödəyib ödəmədiyini yoxlayırıq. Bunun üçün əvvəlcə biz nə etməliyik? Tapdığımız köklər məxrəcdəki sinus x ifadəsini nə sıfır etməməlidir, nə də mənfi etməməlidir. Ona görə sıfır olmaz ki, məxrəcdədir. Məxrəc sıfır olsa kəsirin mənası itər. Ona görə mənfi olmaz ki, sinus x kökün altındadır. Və biz buradan hansı köklərin ödəyib və yaxud ödəmədiyini yoxlamaq üçün k-ya qiymətlər veririk. K-ya sıfırdan başlayıb tam qiymətlər versək, k-ya 0 versək 0 dərəcə alınır, 1 versək 90 dərəcə, 2 versək 180 dərəcə, 3 versək 270 dərəcə, bu şəkildə 90-90 artırsaq 360 dərəcə, 450 dərəcə, 540 dərəcə, 630 dərəcə və s. Sonsuz sayda k-ya qiymətlər vermək olar. İndi tapdığımız qiymətləri yoxlayırıq. X-in yenə 0 yazsaq sinus 0-da 0 alır, mənası olmaz. 90 yazsaq sinus 90-da 1 alır, mənası var. 180 yazsaq sinus 180-də 0 alır. Sinus 270-də mənfi 1 alır, kök altı mənfi olmaz. 360-da yenə 0 alır, mənası yoxdur. 450 dərəcə 360-dan böyük olduğuna görə 360-a bölürük. 90 dərəcə qalır, yenə sinus 90 dərəcədə 1 alır. Növbəti qiymət isə 450 dərəcədə aldı. Deməli, x bərabərdir. İlk qiyməti aldı 90 dərəcədə, pi bölü 2-dən. Bundan sonra 90-ın üstünə biz baxırıq ki, neçə dərəcə gəlməli ki, növbəti qiyməti tapmış olaq. 90 üzərinə 360 dərəcə gəlmək lazımdır. 360 dərəcədə 2 pi deməkdir. Deməli, hər 2 pidən bir tənliyin növbəti kökünü tapırıq. Yəni, 2 pinin misillərin üzərinə gəlməli. Pi bölü 2 üstə gəlinsin 2 pi k-ya və buradan da k daxildir tam ədədlər çoxluğuna z-ə. Deməli, cavab olur A variantı.